Hoş gördük əziz futbol həvəskarları. Biz sizi yenidən Aras Saatlı Olimpiya stadionundan salamlayırıq. Bu səfər oyunun ikinci hissəsi üçün Aras Saatlı Olimpiya stadionuna bağlanmışıq. Aras Saatlı Şeki City'yə təəssüflər olsun ki 7-0 darmadağın olur. Yəni ki 7 golun 7'si də Cavid İmamverdiyevin adı ilə bağlıdır. Yəni Cavid İmamverdiyev ikinci liqada bombardir kimi davam eləyir. Yəni keçən mövsüm Hypes Qubanın heyətində bombardir siyahısına başçılıq edirdisə, bu mövsümdə Şeki City'nin heyətində bombardirliyə davam eləyir. İnşallah vurduğu qollar Azərbaycan futboluna və Azərbaycan futbolu klublarına xeyirli uğurlu olsun. Xeyirlisi odur ki, ən azından gələcəkdə Şeki City'dir. Hypes Quba da ən azından bu klublar ən azından inkişaf eləsin. Deməli Şeki City'nin heyətində dəyişiklik olur. 20 nömrəli oyuncu girir, bir də 22 yox 22 deyil. Bir nömrəli oyuncu çıxır, 12 nömrəli oyuncu girir və 92 nömrəli oyuncu daxil olur. Onun yerinə görə kim girəcək oyuna? Naroxsu 92 nömrəli oyuncu daxil və dəyişikliyi də gördünüz. Şeki City sağ tərəfimdədir. Naroxsu Şeki City sol tərəfimdədir. Aras Saatlı isə Aras Saatlı deməli sol tərəfimdədir. Şeki City isə sağ tərəfimdədir. İndi görək bu cür maraqlı oyunda hansı komanda qələbə qazanacaq? Əla pas, pressing. Bu görək maraqlı oyunda hansı komanda qələbə qazanacaq? Bəlkə də biz Aras Saatlı'nın geri dönüşünü izləyə bilərik ikinci hissədə. Görək. En azından mən arada bir nə cür deyim, mən arada bir üzr istəyirəm tamaşaçılardan, arada bir çaşa bilərəm, çünki oyunun tempo o qədər sürətli gedir ki, mən də arada bir büdrəyə bilərəm. Ona görə indidən üzr istəyirəm. Şeki City'nin baş məşqçisi isə Mahiz Həsənov. Altıncı dəqiqə gedir. Görək. Azərbaycan 2-ci liqasının sonuncu oyun günüdür. Yəni bugünlük sonuncu oyun günüdür. Amma sabahdan biz Ağdaş şəhər stadionuna yollanacağıq. Çünki orada Azərbaycan derbisi olacaq. Ağdaş Şirvanı qəbul edir. Və ikinci günü isə Qaradağlı Ekbatan Akstafa oyunu olacaq. Və pressing. Qırx 7-ci dəqiqə gedir. Allah pas, indi Aras Saatlı deyəsən qızışıb. Ama Şeki City'nin oyuncuları Aras Saatlı'nın bu ucunu kəsdilər. Mahiz Həsənovun yetirmələri görə indi
Görə indi neyniyəcək? Oyuna qədər sürətli gedir ki, mənim də dilim topuq vurur. Çünki bugün 2 oyun dalbadal çəkilib. Yəni bugün bayaq, yəni Hypes Quba oyunu, yəni daha doğrusu Xankəndi futbol klubu Quba oyunu, yəni sizə təqdim olunub. Bir də yəni nə cür deyim, indi də bu oyun təqdim olunur. Sabahda Ağdaş Şirvan oyunu olacaq. İkinci günü isə Qaradağ Lokbatan Akstafa gəncləri oyunu olacaq. 4 oyun bizim öz kanalımızda sizlərə təqdim olunacaq. Çox maraqlı oyunlar bizi gözləyir, həm 1-ci liqada, həm də 2-ci liqada. Cərmə zərbəsi vuracaq Araz Saatlı. İnşallah bu gol olar ən azından. Və heç nə alınmadı. 48-ci dəqiqə gedir. Mikrofon arxasında da mənəm, Demirov Hüseyn ağa. İndi Araz Saatlı qızışı var artıq. Sən başına etçi ikinci isə komandanı hazırlayanda nə deyib, nə deməyibsə müəyyən qədər oyun, yəni fəlsəfəsini dəyişmək istəyir Araz Saatlı, amma qapıçı yerindadır. İndi Araz Saatlı Şəki City'nin qapıçısına təzyiq edir Araz Saatlı'nın oyuncuları. 49-cu dəqiqə yekunlaşır. Çox maraqlı oyun izləyirik. Və neyinirsən? Barmağın niyə görsənir? Normal tut da. Araz Saatlı indi pressing əl atır. Pis yıxıldı, nə yaxşı ki burada zələlənmədə out Şəki City'nin. Aha, dava düşəcək meydanda, nə yaxşı ki orada hakim əl qoydu davaya. Artıq oyunun 2də 1 hissəsinə daxil olmuşuq. Əla bir pressing gələcək indi Şəki City'dən. İndi Araz Saatlı təzyiq edir. Futbolçu yıxıldı amma. Heç nə alınmadı. Bəxti gətirdi Araz Saatlı'nın. Az qala Şəki City 8-ci qolun axtarışına keçmişdi. Mikrofon arxasında da mənəm, Demirov Hüseyn ağa. Siz futbol saatı və futbol nəbzinin rəsmi YouTube kanalında deməli Araz Saatlı Şəki City oyununu izləyirsiniz. Və Araz Saatlı'nın Şəki City'nin golkiperi yerindədir. Yəni Şəki City sağ tərəfindədir, Araz Saatlı isə sol tərəfindədir. Oyuna qədər sürətli gedir ki, mən də hətta yəni danışıq tərzimi itirirəm. Və out 53-cü dəqiqə gedir. Out.
Rekindal. Ala pas. Və yerdə qalan oyuncular. Pressing. Qayda pozulub, hakim bildirir. Oyunun 52-ci dəqiqəsində və cərmə zərbəsi möhtəşəm yerdən. Buradan əməlli başda arası saatlı qol vurmaq ehtimalı var. Topla qapının məsafəsi 30 santimetrdir. İndi belə baxanda 20-25 santimetrdir. Yəni ki ən azı buradan ötürmə ola bilər. Yəni belə baxanda, yəni YouTube kanalımıza da abunə olun ki, sabah Ağdaş Şirvan oyununu təqdim eləyəcəyik. İkinci günü isə Qaradağlıq Batan deməli Akstafa gəncləri oyununu təqdim eləməyə çalışacağıq. Blok. Və heç də alınmır. Oyunun 54-cü dəqiqəsində az qala hesab açıla bilər. Yəni hesabı 1-7 eləyə bilərdi Araz Saatlığın oyuncuları. Mənə elə gəlir ki, bu baş məşqçi ən azından 6 tur lazımdır ki, yəni nəsə deyə bilər. Və top meydanını tərk edir. Və heç nə alınmadı deyəsən. Aha! Şeksiti uzaqdan topu yoxlamağa qərarı gəldi. Hava pas. Gol! 8-0. Cavid İmamverdiyev oyunun 55-ci dəqiqəsində və Araz Saatlı ümumiyyətlə darmadağın olunur. Belə baxanda Mais Həsənova alqışlar düşür ki, baxın görün ki, Şekisitinin nə cür analiz eləyib və Şekisitinin səviyyəsi görsənir. 2 oyun, 2 qələbə. Bravo. Qolun müəllifi Cavid İmamverdiyev. Gerçekten çox gözəldir. Cavid İmamverdiyevin vurduğu qollar. Yəni Əla bir pas. Əla bir pas. Yəni